Bismillahirrahmanirrahim. Hər birini salamlayıram. Bu vaxtınız xeyirli olsun inşallah. Bizim mövzumuz Ərbəin ziyarətnaməsində keçən bu kəlmə barəsində idi. İmam Sadiq əleyhissalam, İmam Hüseyn əleyhissalamın şəhadətinin, qiyamının fəlsəfəsini, mahiyyətini vurğulayır və buyurur ki, şəhadət verirəm ki, İmam Hüseyn öz paç qanını ilahi sənin yolunda fəda etdi ki, sənin bəndələrini cəhalətdən, azğınlığın yaratdığı çaşqınlıqdan xilas etsin. Ötən bəhslərdə biz iki məsələyə işarə etdik ki, İmam Hüseyn əleyhissalam öz canını Allaha bəxş edib və bəxş etməyin qarşılığında hər hansı bir əvəz gözləməyib və bu işi tam olaraq Allah üçün edib. Və buradan məlum olur ki, İmam Hüseyn əleyhissalam nə mülk arxasınca idi, nə dünya arxasınca idi, nə hakimiyyət arxasınca. Bəlkə o bu işi yalnız və yalnız ilahi rizayətə görə, Allahın razılığına görə başlatmışdı. Bəs yaxşı, İmam Hüseyn əleyhissalam nəyə görə öz qanını Allaha bəxş etmişdi? Allah yolunda bu addım atmışdı. İmam Sadiq əleyhissalam bunun səbəbini belə açıqlayır. Liyəstənqizə ibədəkə. İlahi, o öz paç qanını sənin yolunda buna görə fəda etmişdi ki, sənin bəndələrini xilas etsin, nicat versin. Burada işlənən lam ərəb qrammatikasında lamut təlil deyilir. Yəni İmam Hüseyn əleyhissalam niyə qanını bəzl etmişdi, bağışlamışdı? Liyəstənqizə. Buna görə ki, insanları, Allahın bəndələrini xilas etsin. Məsələn, bizə də var ki, məscidə getdim ki, namaz qılım. Yəni burada artıq ki sözü məqsədi göstərir. İmam Hüseyn niyə görə qanını Allaha bağışladı? Allah yolunda bu işi gördü. Ona görə ki, Allahın bəndələrini xilas etməyə. Və maraqlıdır ki, istinqaz kəlməsi olduqca önəmli məsələni vurğulayır. Təsəvvür edin ki, bir insan dəryada batır, dənizdə batır. O artıq ölümün son anındadır. Və bir şəxs gedir onu çıxartmağa. Buna istinqaz deyilir. Yəni boğulan bir şəxsi sudan çıxartmaq. Burada iki məsələ var. Həm o boğulan şəxs çox çətin durumdadır. Həm də onu çıxartmaq asan deyil. Yəni onu çıxartmaq üçün o xilas edici var qüvvəsini səfərbər etməlidir ki, onu çıxartsın. Demək, İmam Hüseyn əleyhissalam elə bir durumda, elə bir vəziyyətdə öz mübarək qanını Allah yolunda verib ki, artıq Allahın bəndələri olduqca dərin bataqlıqda idi. Və bu bataqlıqdan sadə formada moizə etməklə, hər hansı bir çıxış etməklə onları çıxarda bilməzdi. Gərək İmam Hüseyn əleyhissalam öz mübarək qanı ilə, o öz mübarək rəşadət və şəhadəti ilə onları bu bataqlıqdan çıxartmalıydı. Və çox maraqlıdır ki, burada İmam Sadiq əleyhissalam buyurur ki, liyəstənqizə ibədəkə, ilahi, sənin bəndələrini. Burada möminlər işlənmir. Niyə görə işlənmir? Çünki İmam Hüseyn əleyhissalam bu qiyamı bütün insanlar üçündür. Bütün bəşəriyyət üçündür. Baxın, Allah öz sözünü din vasitəsi ilə, İslam vasitəsi ilə, kitab vasitəsilə yayır. Əgər bu kitab, əgər bu din təhriflə üzlədirsə, artıq digər insanlar da o ilahi rəhmətə tərəf, ilahi itaətə tərəf gedə bilməyəcək. İmam Hüseyn əleyhissalam bu dini xilas etməklə bütün bəşəriyyəti xilas etmiş oldu. Bəs yaxşı, sual yarana bilər ki, insanların o durumda düşdüyü zəlalət və cəhalət nə idi ki, İmam Hüseyn əleyhissalam öz mübarək qanı ilə insanları bu qaranlıqdan, zülmətdən xilas etdi. Bu barədə inşallah növbəti çıxışda sizlə müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullah.